Hər gün enerji içkisi qəbul edən kifayət qədər şəxs var. Əksər insanlar o energetik içkilərdən istifadə edir desək yanılmarıq. Hətta məktəblilər də enerjini belə içkilərdə axtarır. Həmin içkilərin zərərli tərəflərindən məlumatsızdılar deyə bilmərik. Çünki bu barədə ən azından çox danışılıb. Xüsusən yeniyetmələrin enerji içkilərinə artan marağı narahatlıq doğurur. Belə içkilərin uşaqların sağlamlığı üçün ciddi risk yaratması səbəbindən Dövlət Reklam Agentliyi qabaqlayıcı addımlara başlayıb. Ətraflı sujetdə. Yeniyetmələrin enerji içkilərinə artan marağı narahatlıq doğurur. Paytaxtda keçirdiyimiz sorğular da bunu deməyə əsas verir ki, bu cür içkilərə üstünlük verən kifayət qədər yeniyetmə və gənc var. Neçə yaşınız var? 20. 20 yaşınız var. Neçə ildə enerji içkiləri içirsiniz? 1-2 il üçül arası var. Ümumiyyətlə zərərlərinə məlumatınız var? Var, amma o qədər də məhəl qoymuram. Yaxşı, bəs gündə nə qədər içirsiniz? Neçə? Gündə 1-2 dənə. Çox zərərlidir. Heç kimə tövsiyə görmürəm, amma insan özünün asılı olmadan içir bəzən. 2 gündən bir, 3 gündən bir içirik uşaqların. Neçə yaşınız var? 18. Neçə il içirsiniz təxminən? 3-4 il olar. Zərərlər olur. Bildiyiniz halda niyə içirsiniz? Məmnunçilik də. Mütəxəssislər həyəcan təbili çalır. Enerji içkiləri yetkinlik yaşına çatmayanlar üçün olduqca zərərlidir. 18 yaşına çatmayan şəxslərin energetik içki qəbul etməsi tövsiyə edilmir. Çünki bu içkilərin tərkibində yüksək miqdarda kofein və digər stimullaşdırıcı maddələr mövcud olur. Yeniyetmələrin sinir və ürək damar sistemi hələ inkişaf mərhələsində olduğu üçün energetik içkilər onlarda ürək döyüntüsünün artması, təzyiq yüksəlməsi, əsəbilik, yuxusuzluq və diqqət pozğunluğu kimi problemlərə gətirib çıxardır. Dövlət Reklam Agentliyi açıq məkanda reklam fəaliyyəti həyata keçirən sahibkarlıq subyektlərindən enerji içkilərinin reklamı ilə bağlı müraciət ünvanlayıb. Müraciətdə son dövrlər xüsusilə yetkinlik yaşına çatmayan şəxslər arasında bu içkilərə marağın artdığı, uşaqların sağlamlığı üçün ciddi risk yaratdığı bildirilib. Bu səbəbdən enerji içkilərinin reklamında yetkinlik yaşına çatmayanlara birbaşa və ya dolayı müraciət, uşaqlarda maraq yarada biləcək vizual, mətn və digər elementlərdən çəkinmək xahiş edilir. Artıq maarifləndirmə məqsədi ilə açıq məkandakı reklam qurğularında da sosial reklamların yayımına başlanılıb. Dövlət Reklam Agentliyi tərəfindən energetik içkilərin reklamı zamanı qanunvericiliyə dəyişikliklər edilməsi təklif olunur. Təklifdə energetik içkilərin reklamının yetkinlik yaşına çatmayan şəxslərə satışının qadağan olunduğu barədə xəbərdarlıqla müşahidə olunması təklif edilir. Mövcud qanunvericiliyə əsasən energetik içkilərin yetkinlik yaşına çatmayan şəxslərə satışı qadağandır. Bu hal inzibati məsuliyyət yaradır və cərimə tətbiq edilir. Məhəmməd Hacızadə, Amil Əliyev, ATV Xəbər.